Herkes salam. Alice Pro kanalında ilk beşlik rubrikasını izləyirsiniz. Sizinlə mən Cabir. Ən utandırıcı hallardan biri pərt olmaqdır. Lakin dövlət başçılarının pərt olmağı çox nadir hallarda baş verir. Bugün sizə kamera qarşısında pərt olan 5 prezident təqdim edəcəyik. Hazırsınız? Onda biz başladıq. Alice Pro TV bizim əyləncə və oyun kanalımızdır. Hər birinizi abunədə görmək bizim üçün xoş haldır. Abunə olun dostlar. Çexiyanın prezidenti Václav Klaus'un gələm elə xoşuna gəlib ki, onlarla jurnalist və başqa ölkənin prezidentinin yanında o gələmi uğurlayıb. Diqqətlə baxın. Y cariñosa bienvenida al presidente Václav Klaus y a la delegación de amigos de la República Checa que nos visita. La verdad es que la República Checa ha tenido siempre una gran participación, presencia en nuestro país. Por de pronto, miren nuestras banderas, compartimos los mismos colores, pero compartimos mucho más que eso. Ukraynanın keçmiş prezidenti Viktor Yanukovych heç xoşa gəlməz vəziyyətə düşüb. O gülü düzəldib heykələ baş əyəndə külək gülü onun başına salıb. Digər Çexiyalı prezident Miloš Zeman heç prezidentə yaraşmayan bir hala düşüb. O cerkvin açılışına içkili halda gəlib. Afrikada içtim çünkü Afrikada vəziyyət zor idi. Fransa prezidenti François Hollande öz keyliyi ilə diqqət çəkir. Bu prezident harda və nə etməyə lazım olduğunu bilmir. Məsələn, bu kadrda o sadəcə əskərlərə baş əyib və yolun davam etməli idi. Yaxşı ki, Angela Merkel yaxınlıqdaydı. Bu videoda isə o adi pərdəni çəkə bilmir. Özün qeyri-adi aparan və bəzən yersiz hərəkətləri ilə yadda qalan Amerikanın keçmiş prezidenti George Bush'dur. O ya qeyri-adi rəqs edəcək və yaxud Angela Merkel ilə məsələnəcək, ya da ki vertolyota minəndə başını vuracaq. 7 il bundan əvvəl isə İranlı jurnalist Bush'a ayaqqabılarını atdı, amma heç biri prezidentə dəymədi. 2005-ci ildə isə o dünya şöhrətli boksçu Məhəmməd Əliyə şöhrət ordeni verəndə yumruq tutdu. Hansına ki boksçu sən dəlisən jestini göstərdi. Bush basketbolçular ilə görüşəndə pərt olmağa nail olub. O topu yerə vurur və görün nə olur. Bugünlük bu qədər. Digər videolarımızı izləyib like qoymağı unutmayın. Gələn görüşlərə dək. Hələlik.